Günəş üfüqdən qalxarkən Firon öz əskərləri ilə onları izləməyə başladılar. İki dəstə bir-birini görüncə Musanın səhabələri biz yaxalanacağıq dedilər. Musa dedi, xeyr, Rəbbim mənimlədir, o mənə doğru yol göstərəcəkdir. Biz Musaya əsanla dənizə vur deyə vəhy etdik. Dəniz dərhal yarıldı, 12 yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdı. Musa və onunla birlikdə olanların hamısını xilas etdik. O birilərini isə suya qərq etdik. Şübhəsiz ki, bu hekayətdə